Bunlar sarılıq quşu deyirik biz. Kənddə sarılıq quşu deyirdik, amma əslində ona görə sarılıq quşu deyirdik ki, bax sarı torpaqda yuvaların qururlar. Belgesəllərdən baxmısınız. Yoruldum. Amma rəsmi adı arı quşudur. Arı quşu yuvalardır. İndi yağış yağır. Gözəl yağışda havada hamısı yuvasına girib və mən öz kəndimizi çəkib sizə göstərmək istəyirəm. Bax, gördüyünüz yol Bakıdan gəlib Zəngilan, bizim Qubadlıdan keçib Laçına gedən dövlətimizin saldığı təzə yoldur. O qabaqdakı dağlar Qaçaq Nəbinin kəndidir. Aşağı Mollu, yuxarı Mollu. Və bu gördüyünüz bax bu kənddə, Bərdəki kənddə bizim Yusufbəyli kəndidir, aşağıdakı Həmzəli və yuxarıdakı kənddə Əfəndilər kəndidir. Belə möhtəşəm bir narın yay yağışı yağır və mən dağlarımızı gəzirəm. Həkəri çayda bax, gördüyünüz o yaşıllığın içərisi ilə bax belə axır gedir. Orada Mahmudlu kəndində, Seləli kəndində, təxminən Kavdadıq kəndində birləşir. Bərgüşat çayı ilə gəlir. Bərgüşat çayı o tərəfdən gəlir, dağın o tərəfindən. Həkəri çayı da buradan gəlir, orada birləşirlər və Zəngilanın ərazisindən keçib Araz çayına tökürlər. Arazdan da gəlir Kürə və Xəzərə.